Aa, qapı qırıldı. Hücum. Hücum əsgərlərim. Allahu Ekber. Hücum. Məhv edin onları. Çox az sayda əsgərləri qalıb. Hamıza salamlar dostlar. İlk öncə video keçməzdən əvvəl bunu demək istəyirəm. Bugün çox xoşbəxtəm. Xoşbəxt olmamın səbəbi isə yeni açılmış bir kanala görə 2 videomun da yaxşı deniləcək qədər izlənib like görməsi, yorum atılması idi. Bunun üçün çox həvəsləndim bunu açıqcası. Çünki deyirdim videolarım 1-2 izlənər, sonra isə mən həvəsdən düşüb bu işi sonlandıraram, amma belə olmadı. Hər kəs 3-cü bölümü gözləyirdi və 3-cü bölümü çəkirəm. Açıqcası videodan kənar oyun oynadım biraz bir müddət. Başqa çox önəmli bir şeylər etmədim. Sadəcə qənimət topladım. Digər lordları və çapulcu birliklərini kəsərək davam elədik və digər şeyləri satdıq. Onlardan düşən qənimətləri satdıq. Keçən dəfə demişdim ki, bir əyalət seçib ora alacaq demişdim. Bunlar açıqcası bilmirəm hansı ola bilər. Anadolu Səlcuqlu dövləti zəifləyir burada. Poloniya dövləti də həmçinin. Məsələn, burada Barbikan əyaləti falan var. Qriv əyaləti var orada gördüyünüz kimi 59 nəfərdir. Əslində ola bilər. Kutsal Roma da həmçinin biraz zəifdir. Gedişata görə görəcəyik. İndi isə tək edəcəyim şey ordu toplamaq. Başqa heç bir şey etməyəcəm. Qala fəth eləyəcəyimiz üçün oxçular çox məmnundur. O görə də çoxlu oxçular toplayacam. Bunları da inkişaf elətdirməyimiz çox önəmlidir. Çünki adi oxçu ilə, eğitimli oxçu ilə biz heç hərəkət edə bilmərik. Oxlaya bildiyim qədər gəlirəm. Bəli dostlar, pis sayılmayacaq dərəcədə ordu topladım. Bəziləri döyüş ruhu az olduğuna görə qaçdı. Bu çox pis oldu. Bir 10 nəfər falan ordudan qaçdılar. Buna da diqqət eləyin, çünki bəzi problemlər yaşaya bilərsiniz. Bir dostumuz videoya qoyaram. Öyrədici dadında olmasını istəyib videonun, öyrənmək istəyirəm də oyunu. Ona görə də bildiyim qədərilə öyrətməyə çalışacağam. Bildiyim qədərilə döyüşlər qazandıqca döyüş ruhumuz artırdı. Ona görə də saydan əlaqəli olmayaraq girin, yəni 5 nəfərlik bir ordu belə tapsaz ona girin, qazanın döyüş ruhu artır deyə bilirəm. İndi yoxlayaq. Bəli, qənimətlər pis sayılacaq qədər deyil. Həm də köyümüz oldu. Şöhrət sayğı yox, ordu morali nəysə, yox artdı. 76 döyüş ruhu qazandıq. Pulumuz yoxdur, əlimizdəkiləri satmalıyıq. Doğrudan Türkiyə torpaqları Anadolu Səlcuqlu dövləti batmaq üzrədir. Ordu biraz daha toplayıb oxçu birliyi hücuma keçək. Bəli dostlar, pulumuz bitdi. İndi isə ordu tapıb onları məğlub edəcəm. Qənimətləri lazımdır çünki. Etdiklərimi deyim. Konstantinopoldakı ahırdakı inəklərin sayısını 3-ə çıxartdım maksimum səviyyəyə. Daha yaxşı gəlir gəlsin deyə oradan. Ordumu sizə göstərəcək olsaq, belədir ordu. Yəni, oxçu sayısı pis deyil. Bu arada oyunun çətinliyini ortaya aldım yüksəkdən. Səbəbi isə həddindən artıq çox ordunun qaçması idi. Artıq problem deyəsən oyunun bug'ı idi bu. Sizə də tövsiyə edirəm ortada oynayın.
Nəysə həll eləyə bilmədim o döyüş ruhu hissəsini. Ksiyaz əyalətinə bir baxacam. Bu ordu ilə onu ala bilərikmi deyə. Deneyimli oxçu çoxdur, bir də elit oxçular. Bunlar bizi udma şansları çoxdur. Biraz daha bir ordu sayımı 120-130-lara çıxartsam daha rahat qərar verə bilərik. İndi çətindir. Lordları məğlub edəcəm. Pul üçün, həm pulumuz yoxdur ordu toplamaq üçün. Qarlı dağlardan keçib bu torpaqlarda lord axtaracam. Bir də plus olaraq kuşatma silahına ehtiyacımız var. Onu da təmin etmək lazımdır. Bir kəndə girib buranı işğal edilmiş kimi göstərmək istəyirəm. Otomatik kavga ilə ilerləyəcəm. Buradakı əsgərləri də özümə alacam, çünki heç bir işə yaramır kəndimizin olmağı. %57 nəfərlik ordu var, orayı sikirməyəcəm, məğlub olarıq yoxsa. Belə kiçik kəndlər alıb oradakı əsgərləri toplaya bilərik sizə həmçinin. Burada bir kiçik kamp quraq, ekip yorğun. Altda takım var, takıma basıb burada kamp qurmağa basırsınız. Belə ordu istirahət edir. Ordu biraz istirahət etsin, gəlirəm. Getdikcə gördüyünüz kimi kəndlərdə ordu çoxalır. Bu da yaxşı bir şeydir. Belə gəlib ordu toplaya bilərsiniz burada. Bunu da deyim, minimum bir dənə əsgər qalmalıdır bir vilayətdə. Çox güclüdür, onun ordusu heç girməyə ehtiyacı yoxdur. Əlimizdəki qənimətləri Hamburqda satacam. Market satılmaq əşya. Crossbow falan var, bunları sataq. 20.000. Yaxşı. Əsgərlər. Eğitimli oxçu. Təcrübəli eğitimli mızraqçı. Tatar yayları. Qılıç ustası. 183 nəfərlik birlik gəlir. Aha, bizim kəndi aldılar. Heç önəmli deyil əslində, çünki o sadəcə qənimət üçün və ordu üçün almışdıq oranı. Burada 40 nəfərlik banditlər var. Bunları məhv eləmək lazımdır. Qazandıq və yaxşı bir qənimət düşdü. Dayanmadan ordumuz inkişaf edir. Baxın, elitlər, çox elit ordumuz var. Elit, deneyimli, bir də təcrübəli. Bunlar yüksək səviyyəli ordulardır. Maksimum elit olur. Deneyimli ondan 1.6 səviyyədədir. Yemək yoxdur, biraz Krakow vilayətindən yemək alaq. Market. Yemək. Bu qədər bəs deyə fikirləşirəm. Aha, bizim göz qoyduğumuz şəhər alırlar. Deyəsən, Bizans amma alamayacaqlar deyəsən. Çünki isyancıların orduları daha çoxdur. Burada 16 nəfərlik bir kənd var. Buranı məğlub edib elit ordular var deyəsən, içində onları alsaq süper olar. Otomatik kavga. Bir də soruşsaz bu nədir? Burada ortadakını seçin həmişə. Hər bir vilayət alandan sonra bu gəlir, ortadakını seçin. Qarşıda
gələcək vaxtlarda o sizə isyan çıxma olasılığını daha az edir. Ona görə də çox önəmlidir. Buradakı kəndləri talayaq. Çox pis qənimət düşmür. Çox yaxşı qənimət düşür əksinə. Dənəyimli oxçunu falan alaq. Ordu sayımız artır, bu superdir. Həmçinin də inkişaf edirlər. Baxın görün nə qədər inkişaf edən ordularımız var. Neft şehri əslində kuşatır bunlar. Bizim kuşatma silahımız yoxdur. Biraz da pul yığıb kuşatma silahı alaq. Ekib təzədən yolum. Konstantinopola gedəcəm. Həm orada inəklərin inkişafına baxacam. Görən nəsə eləyə biliblər. Həm də orada yorğumuzu alarıq. Bu arada bir şey fərq elədim. Ortaya çəkməmə rəğmən çətinliyi yenə də ordudan əsgərlər qaçır. Bunun səbəbi də takım dayanıqlılığının sıfıra enməsidir. Buna diqqət edin, sıfıra enməsin, çünki ordular qaçır. Artıq təxmini 20 nəfər məndən qaçdı. Çox pis oldu. Elit ordular mənim də qaçdı. Həddindən artıq pis oldu. Biraz takım dayanıqlılığını fullləyib gəlirəm. Gördüyünüz üzrə həm də Konyanı məhv edirlər. Artıq hətta burada 2000 nəfər bəlkə də ordu var. Konya işğal olunacaq. Fransız və Bizans orduları tərəfindən. Gördüyünüz kimi Konstantinopoldakı inək gəlirindən 30 minə yaxın gəlir gəldi. Bu çox super şeydir. Ona görə də oyunun ilk yerlərində bunu etməyi unutmayın. Çox yaxşıdır. Kasaba üretim oluşturun. Ahır. Bura biraz yem qoyarıq, alıb. Əslində burada mən götürüb satıram bunları. Ehtiyac yoxdur. Çünki satıcı almışıq artıq. Burada hər aydan bir satıcılar şey eləyirlər. Satırlar orada olan məhsulları. Yəni ehtiyac qalmır bizim gəlib götürüb satmağımıza. Bir də ora yem qoymağı heç vaxt unutmayın. Bizansa burada kömək edəcəm. Edə bilmirik. Niyə? Çünki onlar ayrı bir savaşdadılar deyə. Hə. Hazır orduları yox ikən deyirəm görəsən kuşataq oranı. Yoxlayacam. Bir taktika da var həmçinin. Onu da yoxlayarıq. Köylərdən gələnlər 3, qaldı maaşlar, əsgərlərin maaşları 0-a indi pulumuz bu. Yaxşı olmadı. İlk qalamızı almağa Kisyaz qalasına doğru Qaradəniz üzərində, Qaradəniz şimalında yerləşən Kisyaz qalasına doğru hərəkətə keçirik. İnşallah yaxşı ola bilərik. Ancaq kuşatma silahına ehtiyacımız var idi deyəsən. Düz. Əskər qaçaqları veririk, bu heç yaxşı olmur. Oradakı kəndləri alacam, döyüş ruhunun artmağı üçün. Çünki belə gəlsə ordu qalmayacaq bizə, hər kəs tərk edəcək ordunu. Otomatik kavqa ilə keçək. Bu arada əsirləri bu şəkildə ala bilər. Altda acemi var, sərbəst buraxmaq var. Acemidən belə öz ordumuzu ala bilirik əsgərləri. Səviyyətdə də o səviyyəni birazdan verəcəm. Takım eğitimli Tatar yayı crossbow. Allah bunların. Deneyimli oxçular super. Həddindən artıq qəşi oldu bu. Tamam. Pul yoxdur. Əlimizdəki qənimətləri Krakovda sataq, Krakovda doğrusu.
Market, satılmaq əşya. Kasklardan yaxşılar var, bunu özüm taxacam. Əşya. Balta da əslində yaxşıymış bunu. Kuşan, bu da yaxşıymış. 99 qoruması var bunun. Bunu tax. 16 qorur, 38, 46. Oxumuz zəifdir. Tatar yayı götürməyəcəm, çünki tatar yayı bazarımız çox azdır. Bu viking kaskını taxdım, çox qəşəng görünür. Oldu bu qədər, bəs digərlərini də sataq. Market, satılmaq əşya. Saat 59.000. Super. İndi isə skill verəcəm. Eğitimi artıracam. Eğitim çox önəmlidir. Plus olaraq da əməliyyat və sarğı yaralarına verəcəm. Əməliyyat neydi? Əməliyyat savaşdakı əsgərlərin ölüm şansını azaldır. Döyüşdən sonra oyuncunun kahramanlığı sağlayır. Bu da məqsəd uyğundur. Ölməsin əsgərlər. Bunu fulləyincə hardasa 1-2 şey verir. Ancaq yaralanırlar. Altdakı da sarğı yaralarda yaralı əsgərlərin sağalma şansını artırır. O çox yaxşıdır. 58 qapımız var. Bir dənə kuşatma silahı alacam. Uzundan. Bu yaxşıdır. Bunu aldım. Görək neyinirik. Biraz da buradan ordu alacam. Meyhane. Elit ala bilmirik. Hələ də eğitimliqçı. Dənəmini amma ala bilirik deyəsən, ha. Super oldu. Atlı dənəmləri alamır hələ də. Tamam. 150 nəfərə qalxdıq. Kuşatmanı burada yoxlayacam. Görüm nə varacaq. Bir taktika var. Kuşatma edirsən, lordlar köməyə gəlir. Lordlar köməyə gələrsənsə, qalaya girmədən onları məhv eləyirsən. Əgər ordu sayısı yüksək deyilsə. Yüksəksə artıq edəcəksinə yoxdur. Gözləyək, kuşatma qurulsun, savaşa girək. Tamam. Hücum. 54 nəfər. Yox. Artıq ordu yığıb. Buna girənmərik. Biz savaş elan edilənə qədər, kuşatma qurana qədər içəridəki adam ordu yığıb. Hətta 2 nəfər. Sayıları çoxdur. Girənmərik. Çox pis oldu bu. Heç gözləmirdim elə bir şey. Nevşehiri də alırlar deyəsən. Anadolu Nevşehiri alır. Anadolu Səlcuqlu dövlət. Rut qanaman göz dikdim. Oraya baxacam. Neçə nəfər var içində? 56 nəfər idilər. Görək, lordlardan kim var? Ana təzət bandir, bunları ələ keçirə bilsək. Tamam, super. Hardasa itki belə vermədən qəşəng bir sayda ordunu məhv elədik. Tamam, indi nə edəcəyik? Mühəndisliyə verəcəm. Mühəndislik də şeyə yarayır. Orduların kuşatmanı daha tez etməsinə. Dövüş kadro. Savaş ilan etdi Anadoluya. Kuşatma kampını kur. Saldır dedik. Oxçuları qəşəng sayda oxçu var. Bizdə də çox qəşəng sayda oxçu var. İnşallah uğurlu olarıq. Uğurlu ola bilməsək də, bilmirəm, yenədən ordu toplayıb gələcək. Bismillah. Savaşa keçək. Görək nə edirik.
ilk qala savaşımızı uğurlu olaraq inşallah onların ordusundan 3 qat daha yüksək. Amma bu çox bir şey dəyişməz, çünki onlar qaladadırlar. Biz isə piyada gəlirik, yəni onlar daha çox vuracaq bizdən. Çox da pis sayda deyil, əslində ala bilərik. Bizim əsgərlər. Mən də ala bildiyim qədər adam öldürə biləcəm, görəm. Çox itki verəcək bu məlum məsələdir, amma ağlaq bəsdir. Oxçuluğum çox zəifdir, hətta mən zəifdir deyə hətta görüşmür belə məndə. Çatmır heç çox ora. Aha, qapını qırmaq lazımdır. Qapını qırmaq üçün bunu mütləq almalısınız. Heç vaxt əgər pulunuz azdısa, heç vaxt digər kuşatma silahından pul verməyin. Bu önəmlidir. Qapını qırmağa çox kömək edir. Yoruldu karakterimiz. Heç birini vura bilmir karakter. Heç birini vuramır. Çox zəif. Yaxın döyüşdə özünü biraz göstərməyə çalışacağım. Qapı qırıldıqdan sonra. Oxçularımıza bax. Ox yağmuruna tutmuş onları, çox süper. Möhtəşəm. Hücum edin əsgərlər. Çox yaxında, buradan da vurarıq. Yox, karakter vura bilmir. Vura bilmir karakter. Aha, 8 vurdu. 9. Yox, aya baxıb çaya vurur əməlli başda. Alınan bir şey deyil bu. Kömək edəcəm, kömək edəcəm. Aha, çox azdır canı. Dözün, dözün əsgərlərim. Dözün. Qapını qırsaq hazırdır. Qapını qırsaq hazırdır. Son axırıncı dəfə. Ha qayrət. Ha qayrət. Aha, qapı qırıldı. Hücum. Hücum əsgərlərim. Allahu Ekber. Hücum. Məhv edin onları. Çox az sayda əsgərləri qalıb. Tamam. Vura bildiyim qədər mən də vuracağım. Süper, süper, süper. Karakterim yoruldu. Möhtəşəm. 9 sayda ordular qalıb. Aldıq saylar, aldıq saylar. Hücum. Bir nəfər və qala bizimdir. İlk qalamızı aldıq. Super dostlar. Möhtəşəm. Bu arada xatırlatma keçim. Kanala abunə olmağı, like atmağı unutmayın bəyənsəz videonu. Dediyim kimi itkimiz çox oldu. 28 itki verdik. Amma buna dəydi. İlk qalamızı aldıq. Çox super oldu. Qənimət olaraq görək nə düşəcək. Çox super bir qənimət düşdü. Həddindən artıq super. İlk şəhərimiz Rutqan ələ keçirildi. İnşallah davamları gələr. Dövlətimizin əsasını qoyduq burada. Əşyaları satacağım. Oxlar var əslində burada. Mənimkindən yaxşı olanı taxardım. Neyəm, ehtiyac yoxdur, alarıq. 68k pul gəldi. Superdir. Bura ordu qoyacağım bir sürü. Oxçularımın hardasa hər hamısını bura qoymalıyam. Buranı müdafiə eləmək üçün. Tamam. Hazırdır. Oldu dostlar. İlk vilayətimiz Rutqanı aldıq. Dövlətimizin əsasını Təbrizin şimalında qurduq.
İnşallah bu dövlət iləridə daha böyük bir əraziyə sahiblik eləyər. Videonu bəyəndiysəniz like atmağı, abunə olmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.